Elə bilin ki, dünyada yola çıxmısınız və hər yer qaranlıqdır. Bir də belə düşünün ki, əlinizdə bir fənər var, fənəri yandırırsınız, önünüz işıqlanır. Bax, sizin ağlınız o fənər kimidir. Sizin savadınız o əlinizdəki fənər kimidir. Probleminiz olacaq, savadınız sizə yol göstərəcək. Bilinməzə düşərəcəksiniz, o savadınız sizə yol göstərir. Yəni, oxumaq bunun üçün vacibdir ki, sizin qarşınıza problemlər çıxacaq, siz o problemlərin həlli yolunu tapmalısınız. İnsanın birinci vəzifəsi insan olmaqdır və mərhəmətli və vicdanlı insan. Mərhəmətli insan bilirsiniz də nədir? Özünə, ətrafına, dünyaya hörmətlə və qayğı ilə yanaşan insan. Təsəvvür edin, belə bir dünya düşünün, hamı bir-birinə hörmət edir, hamı bir-birinin xətrini çox istəyir, hamı bir-birinə dəstək olur. Gözəl olmazmı? Çox gözəl də olar.